Salamlayıram hər birinizi, əziz səhifə izləyicilərimiz. Demək, Xaçmaz ərazisindən sizləri salamlayırıq. Konkret Qalağan ərazisidir, hal-hazırda bax, çəkiliş elədiyimiz ərazi. Biraz məsafə var, yəni Xaçmazdan. Biraz harasa təxminən Şabrana yaxın gedir də bu ərazi. Və bağ yiyəsi ilə bir yerdəyik. Fərid qardaşımız da sağ olsun. Xoş gəlmisiniz. Çox sağ ol qardaş. Allah bərəkət versin. Çox sağ olun. Çox sağ ol ki, çəkilişə icazə verdin. Minnətdarım sənə. Xoşdur. İnşallah bu çeşidi istəyirik ki, biraz ətraflı məlumat verək. Nektarin çeşididir. Adı Sweet Lady gedir. Və bu çeşid haqqında biraz məlumat verək. Çeşidin ümumiyyətlə yetişməsi, yəni hələ ki desəm var biraz vaxtına. 4-5 gün qalıb. Bu il də biraz havalar sərin keçdiyinə görə hardasa bir həftə fərq eləyir, gecikir. 4-5 gün, bir həftə belə. Yığım aparılıb bu ağaclardan yoxsa necə? Bunlardan yox. Demək olar ki, yox. Bəzilərindən az sayda olub. Hə, bəzilərindən yox. Hə, bəzi ağaclardan, qızaran ağaclardan olub. Ümumiyyətlə belə fərq, yəni müqayisə eləsək, keçən il, bu il deyə bir müqayisə aparsaq, yəni məhsuldarlığında bir fərq varmı? O biri sortlarda fərq olub biraz, amma Sweet Lady-də yox. Yəni keçənki məhsuldarlığın yenə də bu ildə gətirib. Eyni məhsuldarlığı gətirib bu ildə. Yəni bunlarda düzdür seyrəldilmə aparılmayıb, aparmamışam. Hə, seyrəltmə aparılmayıb. Aparılmayıb, hə. Yəni seyrəldilmə yəni ehtiyac görməmsən, yoxsa necə? Ehtiyac. Yəni kalibr normal şişir. Kalibr normal olduğuna görə əslində ehtiyac görməmişəm, amma seyrəldilmə aparsa kalibr daha iri olur. Yəni 75-i keçir. Bir də calaqaltı qarnimdir deyirsən. Qarnimdir, bəli, calaqaltısı qarnimdir. 5-in 3-dür yoxsa? 5-3-dür. Budama işi aparılıb yəqin ki bunlar yoxsa? Hə, özüm aparmışam budamanı. Hə, özünüz eləmişsiniz. Özümüz eləmişəm, hə. Maşallah, məhsuldarlıq yəni pis deyil, normaldır əslində. Amma yəqin ki də seyrətməyə ehtiyac görməmisənsə, inşallah yəni işməsi də normal gedər. Yəni kalibrində də deyəsən keçən il bu il deyə bir fərq yoxdur, yoxsa necə? Yox, kalibr eyni kalibri verir. Yəni normal kalibri verir bu çeşid. Maşallah, yəni pis deyil. Yəni bu əslində kaldır da, hələ yetişməyib də, yoxsa necə? Yəni belə vəziyyətdə əslində Rusiya bazarçı dərilir bu vəziyyət. Bu vəziyyətdə dərilir. Yəni ki, əslində bu çeşidin özündən asılıdır da. Yəni bu vəziyyətdə elə çeşid var ki, bu vəziyyətdə satılmır. Yəni yəqin ki, çox qızaran mal deyil, yəni qaralan mal deyil. Tünd qara almır, amma açıq rəng, qırmızı rəngdə olur. 70, 75 görək olacaqsa. 75, maşallah, pis deyil. Çək buranı. Əla, maşallah, Allah bərəkət versin. Xeyrin görəsən inşallah. Yəni əslində nektarin çeşidi, yəni bu vaxt yetişən arasında deyəsən çox da elə yayılan sort deyil. Yəni bu vaxtlar avqustda yetişənlər çox deyil əslində deyəsən. Nektarin çeşidləri. Ən populyarı budur. Sweet Lady'dir. Avqust ayının üçün ən yaxşı çeşidlərdən biri budur. Sweet Lady. Maşallah, Allah bərəkət versin. İnşallah xeyrin görəsən. Çox sağ olun. İnşallah. Siz də çox sağ olun ki, gəlib çəkiliş aparırsınız. Allah köməyiniz olsun, əliniz qolunuz var olsun. İndi əlavə də nəsə bir məlumat istəyənlər, indi Fərid qardaşımız da buradadır. Ətraflı indi şərhlərdə ola bilər, hər hansısa bir fikriniz olar, çeşid barəsində nəsə bir məlumat istəsəz, inşallah qeyd eləyərsiniz. Biz də mümkün qədər cavablandırarıq. Təşəkkür edirəm hər birinizə. Bax, növbəti çəkilişimiz oldu. İnşallah yenə də mütəmadi olaraq çəkilişlərimiz olacaq. Yeni çeşidlər düşdükcə biz çəkib paylaşacağıq. Ümumiyyətlə dözümlülük barəsində nə demək olar? Yaxşı dözümlü sortdur. Yəni boşalma söhbəti? Yox, qətiyyən yoxdur. Yəni normal vaxtında dərilsə, qətiyyən hələ bir problem yoxdur. Yəni əslində bu dəqiqə bazarda ən çox problemdir. Yəni malın yumuşalması. Yəni bu dəqiqə çox ona görə şikayət edirlər ki, biraz yumuşalma olur bəzi sortlarda. Yəni əsas məsələ odur. Əsas odur ki, yumuşalma olmasın məhsulda. Yəni bağ yiyəsidir ki, maşallah olmur yəni yumuşalma. Bax belə, çox sağ olun izlədiyinizə görə. İnşallah çəkilişlərimiz olacaq. İzləmədə qalın, bizi izləyin. İnşallah növbəti çəkilişlərimizə görüşərik.